Almaniyanın Aşağı Saksoniya federal əyalətində yerləşən Bergen-Belsen əsir düşərgəsində tarixi anlar yaşadıq. Belə ki, 2-ci Dünya müharibəsində böyük sayda Azərbaycanlı hərbi əsirlər məhz bu düşərgədə saxlanılmışlar, əzab çəkmişlər və burada da həlak olmuşlar. Biz onların xatirəsinə bir lövhənin açılışını elədik. Bu artıq Almaniya ərazisində 3-cü belə xatirə lövhəsidir. İlk xatirə lövhəsi 2 il əvvəl Dachau əsir düşərgəsində açıldı. Ötən il Sachsenhausen əsir düşərgəsində xatirə lövhəsinin açılışı oldu. Bugün də Bergen-Belsen'də. Bizim üçün müharibə zamanı həlak olmuş, həyatlarını itirmiş, müxtəlif Almaniyanın əsir düşərgələrində əzab çəkmiş Azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi yüksək önəm daşıyır. Bugün bu işin məsuliyyəti daha da böyükdür. Biz çalışmalıyıq ki, 2-ci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunması barədə danışarkən Azərbaycanın verdiyi töhfələr heç zaman diqqətdən kənarda qalmasın. Azərbaycan xalqı həqiqətən də həm döyüşərək, həm döyüş meydanlarında, eləcə də neft məhsullarını təmin etməklə faşizm üzərində qələbənin əldə olunmasına böyük töhfələr vermişdir.